Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasının təlim mərkəzində innovativ laboratoriya fəaliyyətə başlayıb. Tədbirdə çıxış edən Konfederasiya sədrinin müavini Musa Mirzəyev Həmkarlar İttifaqları üzvlərinin bilik və bacarıqlarının artırılması, onların maarifləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Digər çıxış edənlər də laboratoriyanın gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşmasına, həmçinin startap layihələrinin inkişafına əlavə imkanlar yaradacağını qeyd ediblər. Tədbir çərçivəsində ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən əmək bazarının tələblərinə uyğun kadr hazırlığından söz açılıb. Vurğulanıb ki, Akademiya Böyük Britaniyanın Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutunun IOSH akkreditasiyasından keçib. Tədbirdə tələbələrin startap layihələri təqdim edilib, həmçinin təlim proqramlarında yüksək nəticə əldə etmiş iştirakçılara sertifikatlar verilib. Qeyd edilək ki, AESMA-nın təlim mərkəzində informasiya texnologiyaları sahəsində peşəkar bilik və bacarıqların inkişaf etdirilməsi məqsədi ilə Cisco təlimlərinin təşkili də nəzərdə tutulur.